أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم وابتغ فيما آتاك الله الدار الآخرة ولا تنس نصيبك من الدنيا وأحسن كما أحسن الله إليك ولا تبغ الفساد في الأرض إن الله لا يحب المفسدين. Sadaqallahul aliyyul azim. Peyğəmbər ali, Peyğəmbərə salavat zikr edək. Mübarək cümə günüdür. Allah bu günün feyz və rəhmətin üzərimizdən əksi eləməsin inşallah. Xalqımız üçün mübarək eləsin bu günü. Bütün İslam aləmi üçün mübarək eləsin bu günü. Mən bugün istəyirəm dünyapərəstlik və dünyapərəstliyin insana və dinə vurduğu zərbələrdən, zərərlərdən danışaq. Çünki dünyapərəstlik bəzi hallarda düzgün başa düşülmür. İnsanın dünyada yaşadığı dönəm, yaşamaq üçün lazım olan vasitələrin hazırlanması bəzi hallarda hətta möminlər belə bu məsələdə ya ifrat eləyirlər, ya təfrit. Və digərləri də bu məsələni bəzi hallarda şişirdirlər, bəzi hallarda kiçimsəyirlər. Allah Teala bəxş etdiyi ən böyük nemətlərdən biri də bizlərə dünyadır. Bu dünya, gördüyümüz dünya. Bu Allahın verdiyi ən ali nemətlərdəndir ki, insan bu dünyanın vasitəsilə əbədi səadət əldə edir. Biz elə deyirik dünyapərəstlik, dünya həyatı. Dünya həyatının mənası bu deyil ki, insan dünyada heç nədən istifadə eləmir. Belə olsa da bu dünya nə üçün yaranmışdı ki? İnsan dünyadan istifadə eləməlidir. Dünya lazımdır insana. Bir nəfər gördü, Həzrət Əli əleyhissalam gördü, bir nəfər dünyanı məzəmmət edir. Nəhcül Bəlağədə bir kəlamlar bölməsində qeyd olunur. Gördü, bir nəfər məzəmmət eləyir dünyanı. Ey dünya, sən beləsən, filansan. Məzəmmət eləyir, pisləyir dünyanı. Həzrət Əli əleyhissalam yaxınlaşdı ona, bir neçə cümlə deyəndən sonra bu deyəcəklərimi ilə Həzrətin öz sözü ilə deyəcək. Həzrət buyurdu ki, sən dünyada günah elədin, yoxsa dünya səni məcbur elədi buna? Sən dünyanı xaraba qoydun, yoxsa dünya səni məcbur elədi buna? Sən dünyanı elə bir vəziyyətə gətirirsən və sonra da dünyanın özün pis deyirsən. Deyirsən ki, dünya pisdir. Dünya gözəldir, dünya ən ali Allahın bəxş elədiyi nemətlərdən biridir. İnnəd dünya daru sidqin limən sədəqəha. Həzrət buyurur, dünya düz danışanlar üçün düzgünlük evidir. Düzgünlük diyarıdır. Dünya nədir? Dünya düzgünlük. Kim üçün? Düz danışanlar üçün. Sədaqət əhli üçün dünya gözəldir. Sədaqətin ünvanıdır, sadiqliyin ünvanıdır. Və daru afiyyətin limən fəhmə ənha. Aramlıq, afiyyət evidir. Amma başa düşən üçün, başa düşməyən üçün heç nə. Elə məzəmmət eləyəcək dünyanı, öz günahını da atacaq dünyanın üzərinə. Və daru ğinən limən təzəvvədə minha. Və dünya axirət üçün azuqə yığan insanlar üçün zənginlik evidir. Görün necə dəqiq Həzrət Əli əleyhissalam ifadə edir. Azuqə toplayan insanlar üçün azuqə ünvanıdır. Gözəl bir yerdir, zənginlik evidir. Və dar məvizətin limən ittəazə biha. Və moizə nəsiyyət götürənlər üçün, öydü nəsiyyət götürənlər üçün dünya moizənin ünvanıdır. Dünyaya baxır, moizə götürür. İndi bu dünyanın nəyi pisdir?
Bu dünyanın pisliyi harasındadır? Məscidu əhibbaillah və müsəlla mələikətillah buyurur ki, Allahın sevimli bəndələri, Allahın sevimli bəndələrinin səcdə elədiyi ünvandır dünya. Allahın mömin bəndələri, sevimli bəndələri bu dünyada səcdə edir. Behişdə səcdə yoxdur ki, ibadət yoxdur ki. Behişdə insan ibadətin qarşılığını əldə edir. İnsan dünyada elədiyi təşəkkürün qarşılığında behişdə daimi və əbədi xoşbəxtlik insana bəxş olunur. Orada namaz qıl, ibadət elə, müəyyən işlər orada ehtiyac olmur ona. Amma bu dünyada lazımdır o. Allahın ən sevimli bəndələri bu dünya olmasaydı, harda səcdə eləyib və harda behişti əldə eləyəcəkdi. Və müsəlla mələikətillah bu dünya mələklərin namaz qıldığı yerdir. Mələklər gəlir, bu dünyada namaz qılır. Bu dünyada məscidlər var. Həzrət Əli əleyhissalam buyurur, məsciddə oturmağı mən behişdə oturmaqdan çox istəyirəm. Çox təəssüflər ki, günümüzdə məscidlər qalıb boş. Məscidlərə gələn yox. Behişt istəyirik, amma məscid istəmirik. Amma bizim imamımız, mövlamız belə buyurdu. Buyurdu, mən behişdə oturmaqdansa məsciddə oturmağı üstün tuturam. Ardıca izah eləyir Həzrət özü. Deyir, çünki behişdə oturmağı mən istəyirəm, məsciddə oturmağımı Allah istəyir. O cür şəxsiyyətlərə yaraşır Allahın istəyin öz istəyindən öndə tutmağı. Onlara yaraşır. Və biz özümüzə Mövla dediklərimizin xətti ilə getsək, bizə də yaraşacaq. Bizə də öyüd nəsihət olacaq. Ki, dünya məscidlərin olduğu yerdir. Dünya peyğəmbərlərin olduğu yerdir. Dünya mələklərin namaz qıldığı yerdir. Dünya Allahın ən sevimli bəndələrinin səcdə elədiyi yerdir. Və məhbitu vəhyillah, ilahi vəhiy məhz dünyaya enib. Dünya Allahın vəhyinin nazil olduğu ünvandır. Və mətcəru övliyaillah, iktəsəbu fiyhər rəhmə və rəbihu fiyhəl cənnə. Dünya ticarətçilərin ticarət elədiyi yerdir. Allahın övliyalarının ticarət elədiyi yer. Ticarət həmin o bazar ticarətindən söhbət getmir. Ticarətin ən üstün növündən söhbət gedir. Hansı ki, bəndə ilə Allah arasında olunan ticarətdir. Yəni, insan Rəbbi ilə ticarət eləyir, alver eləyir. Allah təbarək və teala insana sərmayəni verib, yatırımı eləyib, buyurub ki, bu yatırımla mənimlə alver elə. Və insan da həmin yatırım, həmin sərmayəni Allah yolunda xərcləyir. Və Allah da onun üçün artırır, bərəkət verir və buyurur ki, Allahın övliyalarının ticarət elədiyi ünvandır dünya. Vəktəsəbu fiyhər rəhmə, orada rəhməti əldə eləyirlər. Allahın övliyaları rəhməti qazanırlar bu dünyada. Və rəbihu fiyhəl cənnə, və qazanc olaraq cənnəti əldə eləyirlər. Həzrət Əli əleyhissalam buyurur, Əd-dünya daru məmərrin ilə dari məqər. Dünya keçid yerindən daimi yerə köçmək üçün bir vasitədir. Keçid yeridir də dünya, keçirsən. Körpüdür, hədislər buyurur, körpüdür dünya. Dünyadan körpü kimi istifadə eləyən adam xilas olacaq, nicat tapacaq. Və nasu fiyhə rəculan, Həzrət buyurur, dünyada insanlar iki qrupdur, iki dəstəyə bölünür. Rəculun ba'a fiyhə nəfsəhu və əvbəqəhə. Buyurur ki, bir qrup insan bu dünyada öz nəfsin satır, özün qula çevirir. Bir qrup belə eləyir. Başqa sözlə desək, özün dünyada əsirliyə gətirir, əsirə çevirir.
Və rəculun ibta'a nəfsəhu fə'ətəqəha. Bir qrup isə öz nəfsin azad edir dünyada. Bir qrup Həzrət buyurur ki, özün əsirliyə salır dünyada. Bir qrup isə dünyada özün azad edir. İndi bu dünyanın nəyi pisdir? Bu dünyadadır günah, yoxsa insanın özündə? Deməli, dünya özün göstərir insana. Dünya nədir? Göz qabağındadır. Dünya əsrlərlə göstərib özün. Ki, kimlər gəlib, hansı məqam sahibləri gəlib və hansı məqam sahibləri də o məqam da əldən çıxandan sonra gedib. Amma insan gəlib bu baxıb moizə nəsihət götürməyə əvəzinə başlayır dünyanı pisləməyə. Amma dünya həyatı öz həqiqətini göstərib insana. Öz kimliyin, necəliyin. Həzrət-i Mövla Əli ibn Əbi Talibin bir sözü də var dünya barəsində. Buyurur, dünya ilana bənzəyir. Dünya ilana bənzəyir. Gözəldir də. Dünyanın nemətləri, dünyanın zərzibaları, gözəllikləri insanın gözündə gözəl şəkildə canlanır. Dünya gözəllikləri. Buyurur, ilana bənzəyir. İlanın üzərində baxırsan yumuşaqdır, gözəldir, naxışlıdır, bəzəklidir. Amma Həzrət buyurur ki, bilmirsən ki, onun içərisində insanı öldürəcək zəhər var. Dünya ilə rəftar həmin o ilanla rəftar kimi olmalıdır, Həzrət buyurur. Aludə olmayasan dünyaya. İstifadə elə, yararlan. Gözəldir dünya, amma dünyadan bir vasitə kimi istifadə eləyəsən. Həzrət-i Mövla Əli ibn Əbi Talib əleyhissalam bir hədisdə dünyanı sanki bir işığa bənzədir, bir lampiya bənzədir. Hansı ki, ən gözəl və yüksək dərəcədə işığı olan bir lampanın özünə baxsın, ətrafda heç nəyi görməyəcəksən. Çünki o işıq sənin gözlərini özünə məşğul eləyəcək, qamaşdıracaq, ətrafı görə bilməyəcəksən. Amma həmən lampadan istifadə eləyib ətrafa baxsın, ətrafda hər bir şeyi görəcəksən. Həzrət buyurur, mən əbsərə biha bəssərəthu, hər kəs dünyanın vasitəsi ilə baxsa, hər şeyi görəcək. Və mən əbsərə iləyha ə'məthu, hər kəs dünyanın özünə baxsa, dünya onu kör eləyəcək. Dünya onu kör eləyəcək. Yuxarıda bir ayə oxuduq. Bu ayə Həzrəti Musa əleyhissalamın dönəminə aiddir. Həzrəti Musa Peyğəmbərin Fironun zülmündən getdi, qaçdı, qurtuldu. İmtihanlardan keçdi. O qədər bəlaları adlayandan sonra gəldi, bir yerə çatdılar, bir yerdə qaldılar. Onların arasında bir nəfər var idi, adı Qarun idi. Qarun Həzrəti Musa əleyhissalamın ya əmisi oğludur, ya xalası oğlu. Tarix belə yazır. Deyirlər, Qarunun bir hansısa elmi bilirdi. İndi ya deyirlər, kimyanı mükəmməl bilirdi, ya filan elmi bilirdi. O, ondan istifadə eləyərək özü üçün qızıllar yığmışdı, xəzinələr yığmışdı. Böyük bir imarət dikmişdi, böyük bir saray, qəsr dikmişdi. Və dünya malına o qədər aludə olmuşdu ki, hətta ətrafındakılar ona deyəndə ki, özünü belə kibirli aparma, təkəbbürlü aparma, Allah bu cür insanları sevmir, onları aşağılayardı, onları kiçildərdi, insanlar arasında təhqir eləyərdi, alçaldardı. Həzrəti Musanın bu dönəmində baş verən hadisəni Allah Teala Quran-ı Kərimdə bizə çatdırır, buyurur, İnnə Qarun kanə min qavmi Musa fəbəğa aleyhim. Həqiqətən də Qarun Həzrəti Musanın qövmündən idi, Həzrəti Musaya və onun qövmünə zülm eləyirdi Qarun. Halbuki Həzrəti Musa Peyğəmbərlə birlikdə Fironun zülmündən qaçmışdılar.
O başlarına gələn bütün hadisələrdən Həzrət Musanın möcüzələri hamısını görmüşdü, izləmişdi. Və buyurur ki, və atəynahu minəl kunuz ma innə məfatihəhu lətənu'u bil usbəti ulil quvvə. Allah buyurur, biz ona o qədər xəzinələr vermişdik ki, onun xəzinələrin bir dəstə, bəzi tarixlər yazır, tarixçilər, təfsir alimləri, lüğət alimləri daha doğrusu yazır, deyir, usbədən məqsəd azı 10 nəfər olan dəstəyə deyirlər. Yəni 10 nəfərdən çox. Buyurur Allah Teala, ona o qədər biz qızıl, gümüş, xəzinə vermişdik ki, bir neçə dəstə onu qızılların, xəzinələrin daşıya bilmirdi. O qədər çox. Bəzilər biraz mübaliğ edir, deyir o xəzinələrinin açarların. Yox, burada açar demir. Deyir o xəzinələrin özün bir dəstə və yaxud da bir neçə dəstə daşıya bilmirdi. Gör nə qədər bunun xəzinələri kilolarla, 100 kilolarla bunun xəzinələri, qızılları var imiş. İz qalə ləhu qavmuhu la təfrəh innəlləhə la yuhibbul fərihin. Həzrət Musanın qövmü ona dedi, ya bunun öz qövmü, ətrafındakılar da dedi ki, çox da qürurlanma, sevinmə, öz halva sevinmə. Həqiqətən də Allah çox qürurlu sevinənləri sevməz. Qürurlanıb sevinən şəxsləri Allah sevməz. Quranda bir ayə var, bu məzmuna işarə edir elə, buyurur ki, əlinizdən verdiklərinizə görə təəssüflənməyin, qazandıqlarınıza görə də sevinməyin. Nə varızdır, şükür eləyin, nə yoxuzdur, ona görə də şükür eləyin. Çünki sənə verilən və verilməyən hamısı sənin məsləhətinə uyğundur. Bəzən görürsən, insan əziyyət çəkir, zəhmət çəkir, deyir, bu mənim olmalıdır, əldə eləməliyəm. Amma ona çatmır o, əldə eləyə bilmir. Bəzən ona görə şükür eləməlidir ki, ilahi, məsləhətim deyilsə vermə bunu mənə. Çünki bu misallar hamısı insan üçündür. Bu misallar Həzrət Musa əleyhissalamın dönəmində baş verib olan hadisələrdir ki, Allah bizə nəql eləməklə bizə bu hadisələrdən ibrət götürməyimizi çatdırır. Və bətəği fīmā ətəkəllahu dārəl axirə. Buyurur ki, Allahın sənə verdiklərindən ahirəti əldə eləmək üçün nəsə istə, çalış. Allah verib sənə. Amma Allahın verdiklərindən ahirəti əldə eləmək üçün səy göstər, çalış. Və la tənsə nəsibəkə minəd dünya. Amma dünyadakı payını da unutma. Dünya lazımdır, dünya da lazımdır. Demədi ki, Allah Teala dünyadan imtina elə. Dedi, və la tənsə nəsibəkə minəd dünya. Dünyadakı payını da yaddan çıxartma. Dünyada da sənin payın var. Dünyadan da istifadə eləməlisən. Və əhsin kəma əhsənəllahu iləyik. Allahın sənə elədiyi yaxşılıq kimi sən də yaxşılıq elə. Allah necə sənə yaxşılıq eləyib, sən də yaxşılıq elə. Və la təbğil fəsadə fil ərd. Yer üzərində fəsad törətmə. İnnəlləhə la yuhibbul mufsidin. Allah fəsad törədənləri sevməz. Həzrət Musanın qövmi Qaruna nəsiyyət elədi, böyüd nəsiyyət elədi, amma dərk eləmədi, başa düşmədi. Əvəzində alçaltdı onları, təhqir elədi onları, aşağıladı onları. Hətta bir gün Həzrət Musaya zəkat ayəsi gəldi, zəkat yığmaq məsələsi gəldi. Həzrət Musa bir neçə nəfəri göndərdi Qarunun yanına. Gəldilər Qaruna, dedilər ki, Həzrət Musa əleyhissalam deyir ki, zəkatı ver, malının zəkatını ver. Həmən şəxsləri təhqir elədi, Həzrət Musa əleyhissalam da təhqir elədi və çıxdılar, getdilər onlar. Zəkat vermədi bu heç, sədəqə vermədi heç, yaxşılıqlar eləmədi heç, amma dedi ki, mənim əldə elədiklərim özümə görədir, öz elmin vasitəsilə əldə eləmişəm. Mən niyə kiməsə nəsə verməliyəm? Mən niyə kim üçünsə çalışmalıyam? Mən nəyə görə öz qazancımı, öz əmlakımı kiməsə verib bağışlamalıyam? Vermirəm. Və təhqir elədi. Başladı Həzrət Musa əleyhissalamın
qarşısında bir cəbhə yaratmağa, Həzrəti Musaya qarşı. Hətta iş o yerə çatdı ki, bir nəfər var idi. Bir məclisdə oturmuşdu Həzrəti Musa əleyhissalam, danışırdı şallaq vurmaqdan ki, müəyyən o cəzalar ki var, şəriətin təyin elədiyi, onlardan danışırdı. Bu da bir nəfər qadını öyrətmişdi ki, gedərsən Musaya deyərsən ki, bəli, Həzrəti Musa məndən filan günahı eləyib. Qarun ona da əl atdı, o yola da əl atdı. Halbuki o möcüzələrdən hamısından keçmişdi, Musa əleyhissalamın möcüzələrini görmüşdü. Ona qızıl, mükafat filan verdi və nəticədə o qadın Həzrəti Musanın orada barəsində bu sözləri deməli idi. Həzrəti Musa danışırdı, filan günahı eləyən filan qədər cəza veriləcək, filan cəza. Qarun qalxdı ayağa, dedi, sən özün olsun da belə. Dedi, bəli, mən özüm olsam da belə. Dedi, bu da filan kəs deyir ki, Həzrəti Musa filan günahı eləyib cəmiyyətin içərisində. Görün, Ulul Əzm Peyğəmbər deyək, 5 əzəmətli Peyğəmbərlərdən biri. Onun əmisi oğludur bu, Qarun. Onun barəsində gör nə deyir, nələr deyir. Həzrəti Musa deyir, qaldırdı o qadını ayağa, dedi, buyur, düz deyir bu, mən barəmdə belə bir söz demisən. Belə hadisə olubmu? Olub ya olmayıb? Deyir, o xanım qayıtdı, dedi, yox, olmayıb. Bu mənə qızıl verdi, mən sənin barında bu sözü deyim deyə. Ancaq mən deyə bilmərəm. İndi fərqin özünüz müəyyən eləyin, müqayisə eləyin, məqamın. Mən üstü örtülü deyirəm də, özünüz müqayisə eləyin, görün, onun məqamı daha kiçikdir, daha pisdir ya bunun məqamı. O işi görməkdən də betər həmin bu işdir ki, Həzrəti Musa kimi dəyərli insanların barəsində böhtan atasan, onlara qarşı nalayiq sözlər deyəsən, onların barəsində yalan danışasan və s. və ilaxır. Həzrəti Musa əleyhissalam çıxdı, məclisdən çıxdı, getdi. Əlin qaldı, dedi, ilahi, özün bundan bunun barəsində hökm elə. Allah Teala dedi, ya Musa, buyurdu ki, ya Musa, yerin hökmranlığını sənə verirəm. Sən nə bilirsən elə, yerdən istə, yer sənin ixtiyarındadır. 3 dəfə deyir, əmr gəldi. 3 dəfə ya 4 dəfə Həzrəti Musa müraciət elədi yerə. Birinci dəfə dizə qədər Qarun getdi yerə, çöktü torpağa. İkinci dəfə boğaza qədər, üçüncü dəfə öz var dövləti, sərvəti ilə birlikdə yerin altına getdi. Allah Teala buyurur, yer onu uddu, getdi yerin altına. Bu bir ibrətli bir hadisə idi. Həzrəti Musa Peyğəmbərin dönəmində baş verib Qarunun əhvalatı idi. Allah bizlərə göstərir ki, Qarun dünya malına həris idi, dünya pərəst idi. Həzrəti Süleyman əleyhissalamın mülkü ilə Qarunun mülkünü müqayisə eləmək olmaz. Qətiyyən müqayisə olunmaz. Süleyman Peyğəmbərin mülkü nə idi? Bütün dünyanın hökmranlığı onda idi də. Sərvətin hansı hədd idi? Qarunu onunla müqayisə eləmək olmaz. Amma görürsən, biri hərisdir dünya malına, yapışıb dünya malından, biri dünya malından istifadə eləyib, axirətin əldə eləyib. Həzrəti Süleyman əleyhissalam o qədər var dövlətlə, zənginliklə, hökmranlıqla, bütün varlıq aləminin ixtiyarını Allah vermişdi ona, dünyadan nə dərəcədə istifadə elədi. Amma Qarun biraz indi elmlə, filanla, müəyyən miqdarda qızıl yığıb, düzdür, həddindən artıq çox idi xəzinəsi. Həddindən artıq çox idi ki, Allah Teala buyurur, onun xəzinələrin bir neçə dəstə daşıya bilmirdi, gücü çatmırdı. O qədər çox idi, o qədər zəngin idi o. Amma Süleyman Peyğəmbərin yanında da yoxdur. Amma yapışmışdı ondan. Bir nəfər eşidir başqa bir şəhərlərin birində. Bir nəfər zahid var, zöhd əhli, təqva əhlidir. Gedir
Axtarır, tapır, gəlir, evin tapır, görür böyük bir saraydır. Fikirləşir, deyir, bu sarayda zahid olar. Gəlir elə içəri girəndə, icazə alanda görür qarşı tərəf harasa gedir, səfərə çıxır, ev sahibi. Deyir, filan kəs sənsən, deyir, hə, deyir, olar mən də səndən gəlim, deyir, gəl. Bunun əlində bir xurcunu olur, balaca bir xurcun, indi içində yemək var, müəyyən əşyalar var. Bu xurcunu deyir, elə qoyun burada, deyir, qoy. Qoyur onun evində, bununla birlikdə düzəlir yola. Biraz gedəndən sonra deyir, sən qapıları bağlamadın. Bu ev sahibinə deyir. Deyir, yox. Deyir, mənim xurcunum qaldı orada. Deyir, mənim o boyda evim qalıb, qəsrim qalıb, içindəki əşyalarım qalıb. Qapı açıqdır, heç onların heç birini aparmayacaqlar. Sənin xurcunun qalıb orada, ona görə narahatsan. Budur, sən buna görə mənim ünvanıma səni göndəriblər. Görürsən, var dövlətin çoxluğu azlığından asılı deyil. Adam var, o bir dənə xurcunu var, ona hərisdir. Adam var, böyük bir qəsri var, sarayı var, ona hərisdir. Ola bilər bir nəfərin sarayı böyüdür, ona həris deyil. O behişti əldə edir onun vasitəsilə. Var dövlətin vasitəsilə. Amma adam var, bir dənə balaca xurcunu var, o xurcun onu cəhənnəmə aparıb salacaq. O xurcundan əl çəkə bilmir. O xurcundan xilas ola bilmir, qurtula bilmir. Dünyanın mahiyyəti budur. Həzrəti Musa Peyğəmbərin yaxını olan, qohumu olan həmin bu Qarunun əhvalatını, həmin o ayədən bir neçə incə məsələ var. Mən tez onları deyib sözümü yekunlaşdıracağım artıq. Həzrəti Musanın öz qövmü ona müəyyən nəsiyyətlər elədi. Bir neçə nəsiyyət elədi. Onlardan birində buyurdu ki, vəbtəği fîmâ ətəkallahu dārəl axirə. Buyurdu ki, axirət həyatı üçün Allahın sənə bəxş elədiklərindən istifadə elə, axirət həyatın əldə elə. Var dövlət, sərvət, bu ayə onu göstərir ki, var dövlət, sərvət gözəldir. Amma onu vasitə təyin eləyəndə. O əgər gözəl vasitə ola biləcəksə, xoş sənin halı var, nə gözəldir bu. Amma sənin qürurlanmağına səbəb olacaqsa, o var dövlət səni bədbəxt eləyəcək, cəhənnəmə aparacaq. Həzrət Əleyhisselam buyurur, məsəlü dünya kəməsəlil həyyə ləyyinun məssuha və səmmun naqi'u fi cəvfiha. Bayaq hədisi dedim. Həzrət buyurur ki, dünyanın misalı bənziyir gözəl görsənən, üstü yumuşaq olan bir ilana. Baxırsan, üzdən yumuşaqdır, naxışlıdır, gözəldir, amma içərisi zəhərdir. Öldürücü zəhərdir. Yəhvi iləyhəl ğirrul cahil və yəhzəruhə zullubbil aqil. Nadan insan, nadan, cahil insan, qürurlu insan həmin o ilana tərəf meyl eləyəcək. Çünki onun naxışlarını görəcək, onun yumuşaqlığını görəcək, istəyəcək ki, ona tərəf meyl eləsin, getsin, hərəkət eləsin. Amma Həzrət buyurur, ağıllı insan ondan qaçacaq, uzaqlaşacaq ki, canın qurtarsın onun zəhərindən. Dünyada öz payını da unutma, həmin ayə buyurur. Və la tənsə nəsibəkə minəd dünya. Dünyadan öz payını da unutma. Dünyada sənin payın var. Dünyaya gəlmisənsə, yaradılmısansa, dünyada sənin də öz payın var. Bu payı unutma, bundan istifadə elə. Nə miqdar sənə lazımdır, o miqdar istifadə eləməlisən. Həzrət buyurur, əleyhissalam, Yəbnə Adəm, ma kəsəbtə fəvqə qutik fə əntə fihi xazinun li qeyrik. Necə gözəl ifadədir. Buyurur ki, o artıq ki qazanırsan, öz istifadından artıq qazanmısan. O sənin deyil. Sənə lazım olan miqdar, istifadə eləyəcəyin miqdar sənindir. O artıq ki qazanc əldə eləmsən, o artığı sən başqası üçün saxlayan adamsan. Qoruyub saxlamaq vəzifəsi ilə məsuliyyəti düşüb boynuna. Yəni sənin işin, peşin həmin o artığı qoruyub saxlamaqdır. Sən ona görə Rəbbivə minnətdar ol və onu lazımı yerlərə istifadə elə. Və la tənsə səhhətəkə
və qüvvətəkə və fərağəkə və şəbabəkə və nəşatəkə ən tətlubə bihəl axirə. Həzrət buyurur ki, dünyada sən unutma öz sağlamlığını, öz gücünü, öz boş vaxtlarını və öz cavanlığını və səy və təlaş çalışmağını, bunların vasitəsi ilə sən axirətini əldə edəcəksən. Unutma ki, bunlar sənə ona görə verilib ki, bunlardan istifadə edəsən. Bu nemətlər Allahın sənə bəxş elədiyi ən adi dəyərlər və nemətlərdir. Üçüncü hissəsində buyurur həmin o ayənin və əhsin kəma əhsənallahu ileyk. Allahın sənə yaxşılıq elədiyi kimi sən də yaxşılıq elə. Həl cəzaul ihsan illəl ihsan. Ər-Rəhman surəsində buyurur Allah Teala, yaxşılığın qarşılığı yaxşılıqdan başqa bir şeydirmi? Mən yaxşılıq eləmişəm. Sən bunun təşəkkürünü eləməlisən birinci mənə, sonra o yaxşılıqdan cəmiyyətə sən də eləməlisən. Çünki mən sənə yaxşılıq eləyirəm. Sənə yaxşılıq olunub. Əgər sənə yaxşılıq olunubsa, sən özün də yaxşılıq elə. Bir ayədə buyurur, وَلْيَعْفُ وَلْيَسْفَحُ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللّٰهُ لَكُمْ. Buyurur ki, siz əfv eləyin və güzəştə gedin, yola verin. Güzəştə getməyi bacarın. Görürsən, bizim ən böyük problemimiz, görürsən, müəyyən bir qüsurda, problem zamanı ilişirik, qalırıq. Allah Teala buyurur ki, sən bağışla, güzəştə get. Ardınca nə deyir? Deyir, istəmirsiniz Allah sizi bağışlasın. Allah sizi bağışlasın, bunu istəmirsiniz. Başqa heç nə demədi ya. Dedi, bağışla, güzəştə get. Və Allahın sizi bağışlamağını istəmirsiniz. Yəni, sən bağışlamalısan, güzəştə getməlisən ki, Allah səni bağışlasın. İnsan bağışladığı qədər böyüdür. İnsan bağışladığı qədər ucadır. İnsan güzəştə getdiyi qədər əzəmətlidir. Görürsən, məsum insanlar, peyğəmbərlər, imamlar, güzəştə getmələrin baxırsan, insan dərk eləyə bilmir. Necə həssas məsələlərdə öz haqlarından olublar, öz haqlarından keçiblər, güzəştə gediblər. Amma görürsən, biz özümüz bir kəlmə söz deyən kimi istəyirik bir cavab verək, bir cavab verək ki, yox, mən belə. Bunun hamısı qaynaqlanır insanın mənəmliyindən, xudbinliyindən, kibir və ucbundan, təkəbbüründən. Ki, laf loru dildə desək, insanın yekəxanalığından, ki, mənə niyə bu? Görürsən, hər bir söz deyilir, bir dənə mənə deyəndə, mən. Sən madəm belə hər bir şeyi fikirləşirdin, Allah barədə deyəndə bir kəlmə deyirdin də. Ki, özünü elə bir məqamda görürsən ki, səndən üstün heç bir varlıq yoxdur. Hətta ucaltmısan özünü elə bir həddə ki, sən özündən başqa heç kimi görə bilmirsən. O məndən çıxa bilmirsən də, o insanın o mənəmliyi var da, o məni var da, hər bir insanın daxilindəki o mən. O məndən insan çıxa bilsə, müvəffəq olar, uğur qazanar. Əslində biz elə bilirik ki, insan kiməsə yaxşılıq eləyəndə həmin adam bundan asılıdır. Amma bizim yaxşılıq elədiyimiz insanlara ehtiyacımız var. Onlara ehtiyacımız var, möhtacıq onlara. Çünki onlar olmasaydı, biz kimə yaxşılıq eləyərdik? Onlar bizim behişti əldə eləmək üçün vasitəmizdir. Ki, həmin o vasitəni əldə eləmək üçün çalış, səy göstər. Onun könlünü al. Necə ki, insan düşər bir adıya, bir qəribə bir yerə, oradan xilas olmaq üçün bir dənə qayıq, hər hansı bir şey tapar, axtarar ki, mən çıxım bundan, bunun vasitəsi ilə qurtulacam. İndi o qayığı onun əlindən alsın, sənlə vuruşar, öldürər səni həmən yerdə. Nəyə görə? Ona görə ki, onun qurtulmağı üçün yeganə vasitə həmin o qayıq idi. Sənin qurtuluşun üçün yeganə vasitə kömək eləyəcəklərindir. Sən onlara minnətdar olmalısan, sən onlara təşəkkür eləməlisən. Həmin bu mükafatlar sənə verilib. Nə qədər mükafatın var sənin, amma hamı sənin deyil.
bir qismi istifadə eləyəcəyin miqdar sənindir. Artığı sənin deyil, artığın sadəcə bir əmanət olaraq verilib sənə. Sən onları qorumalısan və sahiblərinə vaxtı çatanda verəcəksən. Sahibləri gələndə sənin qapını döyəndə, istəyəndə sən onlara verəcəksən. Elm də belədir, təkcə maddi vasitələr bu şəkildə deyil, elm də belədir, şan şöhrət də belədir. Sənə lazım olan miqdar təqdimat sənindir, artığı sənin deyil. O elm sənə verilib ona görə ki, sən bir cəmiyyətə onu bir fayda olaraq yetirəsən. O şan şöhrət verilib sənə bir cəmiyyətə kömək eləyəsən. O var dövlət verilib sənə cəmiyyətə kömək eləyəsən. O ağıl, düşüncə verilib sənə bir cəmiyyətə o ağlı ötürəsən. Düşünmə tərzin öyrədəsən. İnsanlara ən yaxşı məsləhətlər verəsən. Əgər bunu eləməsin, həmin cəmiyyətə xəyanət eləməsin. Bütün maddi və mənəvi üstünlüklər belədir. Ki, Allah təbarək və teala buyurur və əhsin kəma əhsənallahu ileyk. Bunların hamısı ehsandır və yaxşılıqdır. Allah necə sənə yaxşılıq eləyib, sən də yaxşılıq elə. Və dördüncü, sonuncu buyurur və la təbğil fəsadə fil ard innəlləhə la yuhibbul mufsidin. Yer üzərində bu Allahın sənə verdiklərindən istifadə eləyib fəsad törətmə. Nəyə görə? Çünki Allah fəsad törədənləri sevməz. Var dövlət olsun, şan şöhrət olsun, elm olsun, hikmət olsun. Bunlardan istifadə eləyib bir insan fəsad törədəcəksə, mütləq o insan cəhənnəmi əldə eləmiş sayılar. İnsan var dövlət bəzən gəlir, insanı məst eləyir. Biz elə bilirik, məst ancaq o ağlı başdan çıxardan müəyyən o qəbul olunan istər maye olsun, istər quru halda olsun. Onlar təkcə haramdır, onlar da haramdır öz yerində. Amma Allah bütün məst ediciləri və insanın ağlının üstün örtənlərin hamısını haram edib. Şəhvəti də buna görə haram edib. Nəfsani istəklərin önə çəkilməsini də qadağan eləyir. Olmaz. Çünki nəfsani istəklər keçdi qabağa. Qəzəb qüvvəsi nizamlanmasa, o da ağlın üstünü örtəcək. Görürsən, insan qəzəblənəndə nə istəyirsən, nə desin eləyər. Çünki qəzəblənib. Ağıl artıq arxada qalıb. Qəzəb qüvvəsi gəlib önə. Var dövlət də belədir, sərvət də belədir, şan şöhrət də belədir. İnsanı bəzən məst edir. İnsan o məstlikdən qurtula bilmir. O zaman insan o məstlikdən qurtulacaq ki, o zaman artıq bəzən görsən o var dövlət çıxacaq əldən. O şan şöhrət əldən çıxacaq, özünə gələcək, fikirləşəcək ki, mən idim bu rolda, bu hərəkətlər eləyən mən idim. Necə ki, insan həmin o məst edici şeyləri qəbul eləyəndən sonra, bir müddət sonra özünə gələndə deyir, bu işləri mən görmüşəm, bu səhvləri mən eləmişəm. Bu da elədir. Dünyaya aludə olmağın da mənası budur. Dünyada işdə qazan, zəhmət çək, əldə elə, ən yüksəyi səndə olsun. Bunun nəyi pisdir? Gözəldir. Amma ona könlüvü bağlama. Bayaq dediyimiz o misaldakı kimi. Ola bilər bir dənə insanın xurcunu var, o xurcun onu cəhənnəmə aparır. Meylin salıb o xurcuna. Bir dənə o xurcun, bir dənə övladına meylin salıb. O övladın o qədər sevir ki, o dünyasını dəyişsə Allah göstərməsin, Allaha qarşı da üsyan eləyər, küfr eləyər. Bir əzizin itirəndə üsyan eləyər, küfr eləyər. Deyir, sev onu, əmanətdir sənin əlində, qoru onu, amma mənə qarşı üsyan eləmə, onu verən mənəm. O nemətlərin, verənin qədrin bil və ona şükrüvü bildir. İnsanın ən təhlükəli halı həmin bu dünyaya aludə olub, dünyanın məstliyinə düşməkdir. Bu məstliyə bir insan düşsə, məst olsa dünya ilə, o insan heç bir haqqı görə bilməyəcək, heç bir haqqı eşidə bilməyəcək. Bu da insanın ən faciəvi halıdır.